Gene tabanmağımızı var, tabanmağımızda ayağında, sol ayağında. Gecəndə ağrıyır, oturanda Gecəndə ağrımır. ayağımı yere basa bilmirəm, oturanda sızım bir, elə bir çiğli, yara kimi belə zokkulduyur. Yəni gəzməyəndə də narahat eləyir. Gəzəndə də ağrıyır, ayağımı yere basa bilmirəm. Yox, gəzməyəndə, suala qulaq asmadım. Gəzməyəndə də ağrıyır deyirsən, sızıltı Gəzəndə eləyir. oturmuşam, indi vaxtlar elə bir ki, tabanım sızım bir elə bir. Aha. Aydın, çox sağ olun, minnətdaram. İndi mən sizə məsləhət verəcəm. Birincisi, siz öz sidiyinizi, həyat suyunuzu yığırsınız gündəlik və növbəti gün onu isidirsiniz vannada, ayağınızı vanna edirsiniz. Həmin tabanınızı salırsınız o sidiyinizin içərisinə. 2 saat qalır. Soyuduqca isidirsiniz qış olduğu üçün və hər gün eləyirsiniz. Heç bir tam təbii məlhəmdir və effektini görməlisiniz. Dediyiniz kimisə. Yox, indi mən bilmirəm. Mən görməmişəm, müayinə eləməmişəm, bilmirəm. Görsəniz ki, effekt vermədi, 15 gün vanna elədin, heç nə hiss eləmirsən. Eləsən, davam elə. Eləməsən, onda gəlirsən Doktor Seyfəddin klinikasına və təbii ki, orada biz onu, o Koreya aparatı var bizdə, onun vasitəsilə köməklə, Allahın köməyi ilə o ağrılardan sizi azad edəcək. Çox sağ olun, sualınıza görə minnətdaram.